Bəli. Bu bizim ən azından onlara olan hörmətimizdir. Mən toya gedirəm, xınaya gedirəm. Girən kimi görürəm ki, xanımlar belə baxır ki, görəsən ki, onlar necə görsənir bu gün. Mənim onlara o hörmətimdir, tamaşaçılara olan hörmətimdir. Onlar mənə vaxt ayırırlar, zaman ayırırlar. Və onun da qarşılığını mən belə hesab edirəm ki, biz onlara qaytarmalıyıq. Tamaşaçılara olan hörmətli. Dilarə xanım, aktrisalar üçün daha çətindir. Çünki aktrisalar hətta prosedurlar edəndə belə, kilo verəndə belə diqqətli olurlar. Çünki illərlə tamaşaçılar sizi Dilarə Əliyevanı bax bu simada sevdilər, bu çəkidə sevdilər. Və yenidən dəyişik şəkildə tamaşaçıların qarşısında olmaq, hətta prosedurlara belə bəzən icazə yoxdur aktrisalarda. Çox doğru vurğuluyursunuz. Mimikalardan düzgün istifadə edə bilərsiniz. Botoks kimi kosmetologiyanın möcüzəvi prosedurundan mən hesab eləyirəm ki, aktrisalar istifadə etməməlidirlər. Çünki biri deyir ki, üzdə ifadələri daha çox gözlər verir, biri deyir dodaqlar, amma mən deyərdim ki, bu qaşlardır. Qaşlar ən doğru, ən səmimi reaksiyanı bildirən, belə deyək də, məqamdır. Ona görə də botoks heç bir aktrisa müraciət etməməlidir botoks prosedurlarına. Bütün halıyla onu buraxmaq lazımdır. Sadəcə olaraq düzgün kosmetoloqla, düzgün prosedurlar edəndə botoksa heç ehtiyac olmur. Üzdə, gözdə, qaşda hamısı yerində